bir məlumatı əvvəla başa düşmək lazımdır. Bəli. Deyək ki, nə bilim, kardiologiya sözü gəldi, onu yadda saxlamalısansa, hə, bunu əvvəla başa düşməlisən, əzbərləmək lazım deyil. Başa düşdün, intuitiv olaraq gör mənası yadında qaldı yoxsa yox. Kardiologiya, okey, biz bilirik ki, yadımızda qalacaqdır. Amma deyək ki, yadımızda qalmırsa necə eləmək lazımdır? Yadında qalırsa, intuitiv olaraq, heç bir saraya qoymağa ehtiyac yoxdur. Aydındır. Onu dərhal başla sistematik təkrarlamağa, indi deyəcəm sistematik təkrarlama. Başa düşdün, intuitiv yadında qaldı, təkrarladın, mövzu bitdi. Biz bir çox şeyi belə yada saxlamışıq. Amma deyək ki, başa düşdün, intuitiv yadında qalmadı. Səhər soruşdum, kardiologiya nədir? İngilis dilində, yadında qalmadı, latın dilində fərq. Deməli, biz artıq təkrarlamağa hələ ehtiyac yoxdur, fundamentimizi qurmaq lazımdır. Biz başladıq oradan sözləri bölməyə, əlaqələndirməyə. Bəli. Mnemonika elmindən bayaqki gülməli, ağlamalı, intim əlaqələri qurmağa. Qarantiya isə nədir? Yaddaş sarayı. Qoyduq yaddaş sarayına, sonra başladıq təkrarlamağa.